Öncədən ev sahibi bizdən soruşmuşdu ki, mən bunun üzərinə daş vurduracam. Sizin Phenoplex məhsulu və ya işləriniz bu daşı saxlamaq gücündədir və ya qabiliyyətindədirsə, biz də dedik ki, bəli. Nəzərə alsaq ki, bəzi işlər var ki, onlar texniki prosedurlardan kənar qoyulmalıdır. Bu baxımdan, misal üçün kimsə deyə bilər ki, bu probkalar vurulmalıdır məhsul üzərindən, setka çəkilməlidir probkanın üzərindən. Xeyr, heç də elə deyil. Bəzi təcrübələr var ki, onlar ərazidə öyrənilir. Bizim də ərazidə öyrəndiyimiz təcrübə bundan ibarətdir ki, maksimum diqqətli və tədbirli olmaq üçün probkalar məhz setkanın üzərindən vurulsa daha yaxşı olar, yaxşı və daha yaxşı anlaşılır. Səbəb bundan ibarətdir ki, sabahları gördüyünüz bax bu daş məhsuldan qopma ehtimalı olduğu halda məhz bu probkalar setkanı divarda saxlama gücündə olsun. Ona görə belə məsələlərdə maksimum tədbirli və ehtiyatlı olmaq lazımdır. Hazırda tərəfimizdən Şıxovda fasadın izolyasiya işləri icra olunur. Demək olar, son tamamlanma işlərimiz gedir. Çünki arxamızda artıq daş işləyənlər gəlir. Xeyirli olsun, sahibinə geniş layihələrində görüşmək ümidi ilə.